Bugün tanınmış şair Tofiq Bayramın anım günüdür. Tofiq Bayram 1934-cü il dekabrın 16-sında Bakıda anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun Tarix Fakültəsində təhsil alıb və əmək fəaliyyətinə Azərbaycan Müəllimi qəzetində başlayıb. Tofiq Bayram, bax bu kəndə, bu məkana çox bağlı insan olub sağlığında. Özünün yaradıcılığında Əmircana həsrləri, bəlkə onlarla şeir var və ayrıca Əmircan lövhələri addı. 1998-ci il sentyabrın 24-də Əmircan qəsəbəsində Tofiq Bayramın büstünün və onun adını daşıyan istirahət parkının açılışında ümumilli lider Heydər Əliyev çıxış edərək demişdir. Torpağı Azərbaycana, Azərbaycan xalqına böyük insanlar yetişdirmiştir. Onların içində Tofiq Bayramın xüsusi yeri var. Tofiq Bayram Azərbaycanda gözəl şeirləri və sözlərinə bəstələnmiş mahnıları fədakar yaradıcılığı ilə tanınmış və məşhur olmuşdur. Tofiq Bayram haqqında danışmaq o qədər də asan deyil. Ona görə ki, o kəndinə, obasına çox bağlı, fədakar insan olub. Burada yaşayan insanların içində əksəriyyətində Tofiqlə bağlı xatirələr yaşayır və nə qədər ki, insan unudulmur, deməli, o özünün mənəvi ömrünü yaşayır.